Hörmətli izləyicilər, bu gün sizə 21 dekabr 2025-ci il Magistratura Az Tədris Mərkəzinin keçirdiyi Ümumi Sınaq 1 imtahanının Alman dil fənni üzrə sualların düzgün cavabına baxırıq. İlk olaraq dinləmə mətninə başlayırıq. Buyurun, dinləmə mətninə qulaq asın. Liebe Kinder, in unserer Sendung sprechen wir heute über Online-Unterricht und brauchen eure Meinung dazu. Als erste eine junge Schülerin aus Köln. Hallo Tamina, wie alt bist du und in welche Klasse gehst du? Guten Tag, ich bin 12 Jahre alt und gehe in die 7. Klasse. Und hattest du schon mal Online-Unterricht? Ja, ganz oft. Ich lerne übers Internet Italienisch. Interessant. Auf einer italienischen Webseite? Nein, nein. Es ist eine deutsche Sprachschule, die verschiedene Sprachkurse anbietet. Genauer gesagt, eine deutsche Online-Sprachschule, wo man nur online verschiedene Sprachen lernen kann. Und wie funktioniert das? Ganz einfach. Auf der Homepage der Schule wird genau erklärt, wie man sich zum gewünschten Sprachkurs anmelden kann. Und wenn man bei der Anmeldung oder später beim Online-Unterricht Probleme hat, bekommt man Hilfe per Chat. Es gibt sogar eine Telefonnummer, wo man von früh bis spät anrufen kann, wenn etwas nicht klar ist oder wenn man einfach nicht weiterkommt. Was braucht man denn, Tamina, für den Online-Unterricht? Auf jeden Fall einen Computer oder ein Tablet. Ein Drucker ist nicht notwendig, aber ich persönlich finde ihn sehr nützlich. Ich drucke nämlich die Arbeitsblätter aus, die wir im Unterricht benutzen. Denn ich lese lieber auf Papier als am Computer oder Tablet. Das ist, denke ich, auch besser für die Augen. Muss man für den Online-Unterricht auch Bücher kaufen? Ja und nein. Im Unterricht benutzen wir ein E-Book. Das ist im Preis enthalten. Ich aber habe das Buch auch in Papierform gekauft. Damit kann ich besonders nach dem Unterricht besser arbeiten und Sachen wiederholen. Unser Lehrer schickt uns außerdem vor und nach jeder Stunde auch andere Dateien mit verschiedenen Sachen, wie zum Beispiel Übungen oder Texte und Videos. Sehr interessant. Ja, der Online-Unterricht macht großen Spaß. İlk sualımızı səsləndirirəm. Was bekommt man, wenn man sich für den Online-Unterricht anmeldet? Online dərs üçün qeydiyyatdan keçərkən nələri əldə edirsən? Sualların cavabı. Ein E-Book und eine Hilfe per Chat. Elektron kitab və chat vasitəsilə kömək. Wie kann man Hilfe bekommen, wenn man Probleme beim Online-Unterricht hat? Online dərs vaxtı problemlər olarkən köməyi necə əldə etmək mümkündür? Man kann per Chat oder Telefon Hilfe bekommen. Chat və yaxud da telefon vasitəsilə kömək almaq mümkündür. Was braucht man für den Online-Unterricht? Online dərs üçün nə lazımdır? Einen Computer oder ein Tablet. Ya kompüter lazımdır ya da planşet. Warum druckt Tamina die Arbeitsblätter aus? Nə üçün Tamina iş vərəqlərini çap elətdirir? Weil sie lieber auf Papier liest. Onun xoşuna gəlir ki, bu vərəqlərdə oxusun. Materialları vərəqdə oxumaq ona daha xoş gəlir. Wie findet Tamina den Online-Unterricht? Tamina online-unterrichti, online dərsi necə hesab edir? Großer Spaß sonuncu cümləsi böyük məmnuniyyət, böyük həzz, böyük əyləncə kimi hesab edir. Langweilig darıxdırıcı, schwierig çətin, interessant maraqlı, anstrengend gərginlik yaradan. Keçirik mətnə. Mətin 5 sualdan ibarətdir. Birinci sual. Sind Sie Aussagen dem Text entsprechend richtig oder falsch? Aşağıda verilmiş cümlələr mətnə uyğundur, doğrudur yoxsa səhvdir? Margit bearbeitet die Rechnung für einen Verlag. Margit bir nəşriyyat üçün hesabatlar hazırlayır. Rechnung hesabat, faktura, qəbz deməkdir, bəli. Bu haqda məlumat var idi. Margit burada Rechnung für einen Verlag. Cümlə burada. Margit xanımın adıdır, gənc xanım. 50 kreslosunu. 6.2. Die Bürowerkstatt wurde ins Leben gerufen,
Damit Körperbehinderte Schulabgänge auf das Arbeitsleben vorbereitet werden. Bu ofis ondan ötürü yaradılıb ki, bədəncə əlil olan məktəb bitirmiş insanlar iş həyatına hazırlansınlar. Bəli, richtig. Bak, burada birinci abzasda qeyd olunublar. 6.3. Laut dem Text ist es für Firma gesetzlich verboten, behinderte Mitarbeiter einzustellen. Mətnə əsasən firmalara qadağan olunmuşdur ki, əlil insanları işə götürsünlər. Tamamilə səhvdir, əksinə orada qeyd olunur ki, əlil insanları işə qəbul etməlidirlər. Bax, burada yazılıb ki, Pro 25 beschäftigte einen Behinderten einzustellen. 25 insana bir əlil insan işə götürülməlidir. Dördüncü sual. Reinhard arbeitet für die Direktion von Hewlett Packard und erstellt die Speisekarte eines Wiener Restaurants. Reinhard Hewlett Packard'ın rəhbərliyi altında işləyir və Viyana restoranı üçün menyular düzəldir. Xeyr, menyunu düzəldən başqa bir insan idi. Martin idi, Martin. Bir də Speisekarte. Speisekarte və menü sözlər sinonim kimi verilib. Martin və Speisekarte. Nummer 7. In einem 5-monatigen Kurs können die Teilnehmer 5 aylık kursda iştirakçılar hansı işi öğrenirlər? Hansı bacarığa sahib olurlar? Praktische Erfahrungen mit der Büroarbeit sammeln. Ofis işində praktik bilgilərə sahib olurlar. Praktik bilgilər toplayırlar. Teilnehmer können praktische Erfahrungen mit der Büroarbeit sammeln. Nummer 8. Das Büro-Werkstatt versucht außerdem Büro emalxanası bundan başqa cəhd edir, für die behinderte Menschen eine Arbeit zu finden. İş verməkdən savayı onlara iş tapmaqda da kömək edir. Bəli. Mit welchem Zweck hat die Lehrerin die Bürowerkstatt gegründet? Hansı məqsədlə müəllim ofis emalxanasını, ofis iş yerinin əsasını qoydu. Sie wollte etwas tun, damit Behinderte einen Arbeitsplatz erhalten. O nəsə etmək istəyirdi ki, əlil insanlar iş yeri tapsınlar. Bəli, einen Arbeitsplatz sözünün kökü. Əsas ipucu söz. 10. sual. Welche Aussage sind dem Text entsprechend richtig? Mətnə uyğun olan və doğru göstərmiş fikirlər hansılar? Einige Unternehmen bevorzugen Bewerber ohne Behinderung, obwohl gesetzliche Regelungen die Einstellung von Menschen mit Behinderung fördern. Bəzi müəssisələr var ki, əlilliyi olmayan insanları işə götürmək istəyir. İşə götürməyə üstünlük verir. Baxmayaraq ki, qanunla tənzimlənib ki, əlil insanlar da işə götürülməlidir. Amma bir sıra firmalar bu qanundan yan keçirlər. Bu qanuna riayət etmirlər. Existieren staatliche Programme, die die Integration körperbehinderter Menschen in der Arbeitswelt unterstützen. Dövlət proqramı var, hansındakı bədəncə əlil olan insanların iş dünyasına inteqrasiya olunmasına dəstək olur. Bəli, bu qanun var, amma bir sıra firmalar bu qanunu yeni yetirmək istəmirlər. Keçirik ikinci mətnə. 4 abzasdan ibarətdir. Birinci sual. 11.1. Lachen aktiviert bis zu 300 Muskeln im Körper. Gülmək bədəndə 300-ə yaxın əzəlləri hərəkətə gətirir. Var idi, ya. Lachen bis zu 300 Muskeln in Bewegung. Aha, Bewegung, Bewegung sözündən də hərəkətə gətirmək. Bəli. Aktiviert. Burada aktivləşdirir yazılır, amma mətndə in Bewegung. Hər ikisi sinonim. Norma Cousins wurde durch Medikamente und lange Krankenhausbehandlungen geheilt. Norma Cousin dərmanlar vasitəsilə və uzun müddət xəstəxanada müalicə almaqla sağaldı. Xeyr, o yalnız gülməklə sağalmışdı. Kinder lachen viel häufiger am Tag als Erwachsene. Uşaqlar yeniyetmələrdən daha çox gülürlər gülərsin. Bəli. Während
Kinder bis zu 400 Mal am Tag lachen, tun Erwachsene das im Durchschnitt nur noch 15 Mal. Aha, 15 dəfə böyüklər gülür, 400 Mal. Uşaqlar. 415-dən çoxdur. Ona görə də sualın cavabı richtigdir. Lach Yoga wird nur in Indien praktiziert und ist in anderen Ländern kaum bekannt. Gülmə yoqası yalnız Hindistanda praktikaya keçirilir və başqa ölkələrdə az tanınır. Xeyr, faiz. Hindistanda deyil, Avropanın bir isə ölkələrdə həyata keçirilir. Wie kann man den ersten Abschnitt anfangen? Birinci abzası necə başlamaq olar? Die gesunde Wirkung des Lachens auf den Körper ist inzwischen allgemein bekannt. Gülmənin sağlam təsiri, bədənə olan sağlam təsiri bu arada hər kəsə məlumdur. Və sonra deyir ki, Lachen ist eine besondere Art zu atmen, hält Körper und Seele in Balance. Aha, Lachen xüsusi nəfəs alma formasıdır. Bədəni və ruhu balansda saxlayır. Yəni, bədənə müsbət təsiri, balansda saxlamaq müsbət təsir. Die gesunde Wirkung, sağlam təsiri. Cümləni tamamlamaq lazımdır. Lachen beeinflusst der Körper und Psyche, weil gülmək bədənə və insan fizikinə təsir edir, çünki es die Gesichtmuskeln entspannt und Glückshormone freisetzt. O, üz əzələlərini gərgin saxlayır və xoşbəxtlik hormonları ixrac edir. Xoşbəxtlik hormonları buraxır. Entspann, rahatlayır. Üz əzələlərini rahatlayır və xoşbəxtlik hormonlarını ifrazına səbəb olur. Wie kann man die Wortverbindung ungewöhnliche Therapie verstehen? Qeyri-adi terapiya, qeyri-adi müalicə sözünü necə başa düşməli? Mətndə bu söz gülməklə müalicə olmalıdır. Yəni, bütün alternativlərdən, dərmanlardan, digər ənənəvi vasitələrdən deyil, yalnız gülməklə müalicə olunmuşdur. Die auch alternative Heilmethode genannt wird. Das ist eine Therapie, bu bir müalicədir. Die, hansı ki, bəzən və yaxud da çox vaxt alternativ müalicə metodu adlanır. Heilen müalicə etmək. Welche Aussagen zum Text über Lachen sind richtig? Gülmək haqqında hansı fikirlər tekstdə əsasən doğrudur? Lachen aktiviert viele Muskeln, fördert das Immunsystem und regt die Ausschüttung von Glückshormonen an. Lachen, gülmək çoxlu əzəlləri aktivləşdirir, immun sistemini gücləndirir və həmçinin xoşbəxtlik hormonunun ixracına səbəb olur. Lach Yoga kann bewusst ohne Grund praktiziert werden und steigert das Wohlbefinden. Gülmə yoqası səbəbsiz olaraq məşq olunur, yəni səbəbsiz olaraq gülürsən yoga vasitəsilə və əhval-ruhiyyəni yüksəldir. İndi isə sıra qrammatik sualları. Hansı inkar sözləri boşluğa yazılmalıdır? Tom bekommt von niemandem Hilfe. Fondan sonra dativ gəlməlidir. Niemand sözü üçüncü şəxsin təkində olduğu üçün, yəni der kimi hallanır, kişi cinsi kimi hallanır. Der və yaxud da einem olmalıdır, dativ olduğu üçün. Von niemandem, aha, von niemandem. Obwohl er sowohl für Englisch als auch für Geschichte üben muss und lernt nichts. Tom heç kəsdən kömək almır, baxmayaraq ki, o həm ingilis dilini, həm tarix üçün məşq etməlidir və o heç nə öyrənmir. Nichts heç nə deməkdir. Nicht yox, nichts olmalıdır. Hansı cümlə doğru yazılıb? Aha. Vor 2 Wochen habe ich unterschrieben den Mietvertrag. 2 həftə əvvəl mən mənzil müqaviləsi imzaladım. Perfekt zaman formasında unterschrieben, bax, unterschrieben partisip 2 formasındadır, amma cümlənin sonunda olmalıdır. Bu cümlənin sonunda olmadığı üçün tamamilə səhv sayılır.
Cümlənin sonunda olmalı. O yeri səhv. B variantı doğru variantdır. Ich ziehe mit meiner Familie zusammen um. Mən öz ailəmlə birgə köçürəm. Darum habe ich einen Transportservice angerufen. Buna görə də mən daşınma xidmətinə zəng etdim. Bütün nitq hissələri öz yerində, xüsusilə mübtəda və xəbər. Als die Miete in diesem Stadtviertel sehr hoch sind, wohnen wenige Familien hier. Aha, als deyil də burada səbəb göstərməliydilər. Als yox, weil olmalıydı. Weil die Mieten in diesem Stadtviertel sehr hoch sind, bu şəhər kvartalında kiralar yüksək olduğu üçün wohnen wenige Familien hier. Az ailə burada yaşayır. Ya da weil. Bağlayıcıdan istifadə etmək lazımdır. Ich bin mit 18 von zu Hause ausgezogen. Ama burada her şey yerindədir. Mən 18 yaşında evdən köçdüm. Den ich da einen guten Job gefunden habe. Aha, den olan yerdə den ich da habe einen guten Job gefunden olmalıydı. Gefunden habe weil olan bu da cümlələrdə olmalı. Und konnte schon gut verdienen. Aha, burada heç bir bozuntu yox. Obwohl es den ganzen Tag geregnet haben cəmdə deyil, təkdə hat olmalıydı. Obwohl es den ganzen Tag geregnet hat, sind wir trotzdem spazieren gegangen. Buna baxmayaraq biz gəzməyə getdik. Sind wir trotzdem. Wir sind trotzdem olmalı. Trotzdem həmişə xəbərə bağlı olur. Və ikinci səhvdə trotzdemdir. 18. Wähle die Redemitte mit ähnlicher Bedeutung aus. Burada deyilir, verilmiş ifadənin hansı cümlələr sinonim ola bilər? Verilmiş ifadəyə sinonim cümlələr tapın. Ich sehe das ganz anders. Mən bu məsələni tamamilə başqa cür görürəm. Ich sehe das, mən görürəm. Bunu ganz anders, tamamilə başqa cür. Aha, 3. Birdən başla. Das stimmt, bu doğrudur. Ona razılaşır. Buna bir üstəgəl qoyuruq. Razılaşır ona. Du hast völlig recht. Sən tamamilə haqlısan. Yəni, onun fikrinə razılaşır. Das stimmt meiner Meinung nach nicht. Aha, mənim fikrimə əsasən bu doğru deyil. Minus razılaşmır. Da muss ich Ihnen widersprechen. Mən sizə etiraz etməliyəm. Ha, başqa cür fikirləşin. Da stimme ich dir zu. Mən burada səninlə razıyam. Doğrudur. Ich bin anderer Meinung. Mən ayrı fikirdəyim. Mənfi. 3, 4, 6. Mən bunu başqa cür görürəm. Yəni, mənim fikrimcə bu doğru deyil. Mən sizə etiraz etməliyəm. Mən başqa fikirdəyim. Doğru variantı seçin, bağlayıcılar mövzusudur. Bağlayıcı yox, Präposition sözündə. Die Straße wurde am frühen Morgen wegen eines schweren Unfalls gesperrt. Burada S hərfi göstərir ki, hər hansı bir bağlayıcı preposition var ki, eines. Burada hər hansı bir preposition var ki, özündən sonra gent falanı tələb edilməlidir. Gent falanı tələb edilənlər. Aha, bütün variantlar. E'dən başqa bütün variantlarda var. E'ni silirik. Olmalı orada. E variantı silirik. Die Straße wurde am frühen Morgen səhər tezdən küçə ağır nəqliyyat hadisəsinə görə bağlandı. Wegen, toz baxmayaraq, yox, baxmayaraq bağlanmadı ola bilərdi. Ştat əvəzinə, wegen ərzində. Deshalb standen viele Autos im Stau. Buna görə də çoxlu avtomobillər tıxacda dayanmışlar. Während Rettungskräfte versuchten, die Unfallstelle zu räumen. Bu müddət ərzində xilasedici qüvvələr cəhd edirlər ki, qəza bölgəsini, qəza hadisənin yerini təmizləsinlər. Während olmalıydı. Yəni, orada tıxacda dayanarkən sərnişinlər bu qüvvələr kömək olurdu ki, küçə təmizlənsin. Aha, uyğun olan xəbərlər tapmaq lazım. Ich habe vor habe niyyətində olmaq, planlaşdırmaq. Dieses Jahr meinen Geburtstag mit meinen Freunden zu feiern. Bu il ad günümü dostlarımla qeyd edeyim. Und dafür vorher və bunun üçün daha öncə hübsche Einladungskarten
vorzubereiten. Gözəl dəvətnamə kartları yazmaq. İki variantı ola bilərdi. Zu organisieren uyğun gələ bilərdi. Ich habe for habendən sonra mütləq infinitiv, yəni məsdər sonu işlənməlidir. Belə bir qayda demişdik ki, əgər cümlədə iki xəbər varsa, digər xəbər cümlənin sonuna keçir və zu infinitiv olmalıdır. Ich habe vor niyyətdə var ki, bu il ad günümü dostlarımla zu organisieren təşkil edirəm. Aha, məntiqlə uyğun gəlir. Und dafür vorher hübsche Einladungskarten zuzubereiten. Zubereiten əslində yemək bişirmək mənasına gəlir. Yeməyi bişirəndə zubereiten ilə. Vorbereiten isə hazırlamaqdır. Buna görə məntiqi cəhətdən, üslubu cəhətdən zubereiten deyil, vorbereiten olacaq. Bununla da sualların izahına bir yerdə qulaq asdıq. İnşallah növbəti görüşlərdə.